Salamlayıram mərkəzi müəllimlər. Bu günləri sizə şagirdləri qiymətləndirmə bacarığını təqdim edəcəyəm. Və həmçinin bildirim ki, biz bu halda qiymətləndirmə mövzusunu mükəmməl şəkildə bilməliyik ki, şagirdlərimizi də düzgün şəkildə qiymətləndirə bilək. İlk növbədə söyləməliyəm sizə ki, ümumiyyətlə effektiv öyrənmə istəyiriksə, effektiv şəkildə öyrənmə prosesi qurmaq istəyiriksə, yəni səmərəli öyrənməni təşkil eləmək üçün həmçinin də düzgün qiymətləndirmə aparmaq lazımdır. Əlbəttə, biz qiymətləndirmə deyəndə ağlımıza gəlir özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, müəllimin öz qiymətləndirməsi. Amma bütün bunlar hamısı nəyə əsasən aparılır? Meyara əsasən. Biz qiymətləndirmə zamanı rubrikdən istifadə edirik. Rubriklər də nədir? 3 hissədən ibarət olur. Meyar, keyfiyyət səviyyəsi, meyarlara uyğun keyfiyyət səviyyəsi. Əlbəttə, meyarlar əsasdır. Nəyə görə? Meyar dərsin məqsədinə uyğun şəkildə təşkil edilir. Hansı bilik bacarığı şagirdə mənimsətmişəmsə, ona uyğun şəkildə də meyar çıxardıram və o üzrə dəyərləndirirəm. Şagird bilməlidir ki, müəllim bizi hansı meyarlara əsasən qiymətləndirəcək. Əlbəttə ki, 2024-cü ilin sertifikasiyasında artıq biz gördük ki, qiymətləndirmə təkcə meyar üzrə deyil, meyardan çıxarılmış rəy üzrə qiymətləndirilir. Yəni, bizə başa salırdılar ki, bu sualları verməklə, şagirdləri qiymətləndirəndə təkcə meyar üzrə deyil, onu rəy üzrə qiymətləndirin. Şagirdin bunu daha yaxşı necə etməsi üçün, bu səhvi düzəltməsi üçün, bundan daha yaxşı cavab verməsi üçün nələrsə etməsini istəyirsinizsə, siz gərək sadəcə onlara meyar üzrə qiymətləndirmə yox, rəy üzrə qiymətləndirmə verəsiniz ki, gələn dəfə sizin şagirdləriniz daha da inkişaf etmiş şəkildə sizə cavab versinlər. Həmin bilikləri düzgün şəkildə bacarığa çevirə bilsinlər. Daha sonra, məsəl üçün, müəllimlər deyir, qiymətləndirmə nəyə şərait yaradır deyəndə, ümumiyyətlə, bu qiymətləndirmənin əhəmiyyəti nədir müəllim üçün? Müəllim üçün biz deyə bilərik ki, müəllim öz fəaliyyətini səmərəli təşkil eləmək istəyirsə, qiymətləndirmə burada vacib bir haldır. Və yaxud da gələcək dərslərini düzgün planlaşdırmaq istəyirsə, qiymətləndirmə vacib hesab edilir. Şagirdlərin inkişafını izləmək istəyirsə, qiymətləndirmə yenə də vacib məqamlardan biridir. Əlbəttə, biz bilirik ki, qiymətləndirmələr beynəlxalq olur, məktəb daxili olur, milli qiymətləndirmə olur, yekun qiymətləndirmə olur. Bunlar hər biri öz yerində. Siz bilməlisiniz, diaqnostik qiymətləndirmənin əhəmiyyəti nədir? Bunu necə reallaşdırırsınız? Bunu reallaşdırmaqda məqsədiniz nədir? Diaqnostiki biz nədən ötürü reallaşdırırıq? Şagirdlərin meyl, maraq, potensial və digər xüsusiyyətlərini üzə çıxarmaq, köhnə bilikləri aktivləşdirib yeni biliklərə nə dərəcədə hazır olduğunu yoxlamaq məqsədi ilə, planlaşdırmamızı düzgün qurmaq məqsədi ilə və həmçinin də şagirdlər üçün təlimi daha effektiv təşkil etmək məqsədi ilə. Formativi nədən ötürü reallaşdırır? Formativ daim gündəlik şagirdin fəaliyyətini izləyir, səmərəliliyi artır, rəy bildiririk. Rəylərimiz də bilirik ki, düzgün rəy forması konstruktiv rəydir, yəni istiqamət verir, təkmilləşdirir. Amma yanlış rəy forması destruktivdir. Keçmişə yönəlik emosiyalar, bunlar ümumiyyətlə bizə lazım deyil. Yadınızda saxlayın ki, bu konstruktiv rəy deyəndə, bu da özü bir neçə istiqamətdə olur. Var, məsəl üçün, motivə edici rəy. Yəni, şagirdi motivasiya edir. Onun cavab verməsi üçün daha da onu həvəsləndirir. Və yaxud təsvir edici rəy. Şagirdin mövzuya əsasən təsvirlərini reallaşdırır, təqdim edir bizə. Və məsəl üçün, deyirik, səhvlərin anındaca düzəldilməsi, korrekta edici rəy. Anındaca o səhvi şagirdə başa salırıq və aradan götürürük. Bir də var, konstruktiv. Gələn dəfə sən bunu düzgün yazmağın üçün və bir daha belə səhvlər etməməyin üçün biz ona spesifik şəkildə yol göstərməliyik. Yəni, spesifik nədir? Dəqiq, düzgün, aydın şəkildə. Məsələn, bizə sertifikasiyada belə bir sual veriləcək. Şagirdlərinizi qiymətləndirərkən hansı xüsusiyyətlərə əsasən qiymətləndirirsiniz? Biz orada bildirəcəyik ki, şagirdimin xüsusiyyətlərinə görə deyil, onun göstərdiyi fəaliyyətə əsasən onu qiymətləndirirəm. Şagirdin xüsusiyyətləri onun nailiyyətinə təsiri yoxdur. Şagird bizə biliyi necə bacarığa çevirib, necə tətbiq edə bilib, necə reallaşdıra bilibsə biz onu dəyərləndiririk.
Hə, əlbəttə ki, biz deyəndə ki, artıq xüsusiyyətləri nəzərə alırıq. Necə ki, analitik rubrikdə deyirik, hər bir meyarı ayrı-ayrı qiymətləndirən analitik rubrikdir. Bütün meyarları eyni anda qiymətləndirən holistikdir. Holistik bütün meyarları eyni anda qiymətləndirir deyə tezdir, sürətlidir. Analitik hər bir meyara ayrı-ayrı yanaşır deyə bu uzun müddətlidir. Məsəl üçün, indi sizə deyəcəklər ki, siz tapşırıq verərkən şagirdlərə ümumi rubrikdən istifadə edirsiniz, yoxsa tapşırığa əsaslanan rubriklər hazırlayırsınız? Ümumi rubrik nədir? Hər bir tapşırıq üçün istifadə oluna bilər. Tapşırığa əsaslanan rubrik yalnız bir tapşırığı əhatə edir. Və yaxud da bizə sual verəcəklər. Şagirdinizin diaqnostik qiymətləndirmə nəticəsi onun üçün hansı əhəmiyyəti daşıyır? Əlbəttə ki, o da öz inkişafını təmin etməsi üçün istiqamətini bilir ki, mən nələri bildim, nələri bilmədim, hansı üzrə çalışmalıyam, öz meylini, marağını da özü kəşf etmiş olur, nələri bilib bilmədiyini belə yoxlayır. Artıq o inkişafı aparmağımız, şagirdi daim izləməyimiz, özgüvən, özünə inam yaratmağımız, fəaliyyətini stimullaşdırmağımız olur formativ qiymətləndirmə. Formativ qiymətləndirmə də vacib qiymətləndirmələrdən biridir. Məsələn, summativ qiymətləndirmə. Həmçinin vurğulayım sizə ki, rəy olaraq formativ rəy var, bir də summativ rəy var. Formativ rəy budur ki, inkişafa aparır. Hər gün gündəlik olaraq biz o rəyi veririk, necə inkişafa getdiyini vurğulayırıq və daha yaxşı necə edə bilər deyə burada istiqamət veririk. Summativ rəy isə müəllimlər yekun nəticə olaraq verilən rəydir. Və bir şey də sizə belə izah edeyim. Məsəl üçün, summativ qiymətləndirmədən birinci KSQ-dən digər ikinci KSQ-yə qədər şagirdlər nəyi əhatə edir? Formativ qiymətləndirmə aparılır onlar arasında. Bir KSQ-dən qalan mənfi nəticələr üzərində işləyirəm, digər KSQ-yə qədər bu inkişafı təmin etməliyəm. Ona görə də biz deyirik ki, KSQ-lər buraxılan səhvlər düzəldiləndir. Biz onu şagirdə düzəltməsi üçün şərait yaradırıq, kömək edirik, rəy veririk, istiqamət göstəririk, scaffolding strategiyası belə tətbiq edə bilərik. Amma bir də var deyirik, BSQ artıq monitoring rolu oynayır. Böyük summativ qiymətləndirmə nəinki müəllim üçün, şagird üçün, bütün təhsil müəssisəsində bir monitoring rolu oynayır. Həm təhsil verənlərin, həm təhsil alanların keyfiyyət səviyyəsini üzə çıxaran bir məqamdır. Sizə desələr ki, hər zaman sinifdə qiymətləndirməni özünüzmü təşkil edirsiniz? Deyəcəksiniz ki, xeyr. Hər zaman müəllim qiymətləndirməni özü təşkil etməməlidir. Şagirdlər arasında mütəmadi olaraq özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi təşkil etməlidir. Nəyə görə yoldaş qiymətləndirməsi budur ki, sosiallığı təmin edirik, əməkdaşlıqdır, ünsiyyətdir, birgə öyrənmədir, mütləq şəkildə olmalıdır. Və yoldaş qiymətləndirməsini necə aparırıq biz? Karusel və akvarium iş üsulundan istifadə edərək. Bir də var özünü qiymətləndirmə. Bunu da təşkil etməliyik mütləq şəkildə, mütəmadi olaraq. Niyə? Şagird özündə olan mənfi müsbətləri özü aşkara çıxartsın. Hansı inkişafının olduğunu, hansı çatışmamazlıqların olduğunu özü aşkar eləsin və bunun üzərində çalışmaq üçün yenə də biz özümüz istiqamət verəcəyik. Və yaxud da şagird öz metakognitiv biliyinə əsasən özü üçün strategiya, taktika, plan quraraq özünü inkişaf etdirəcək. Özünü qiymətləndirmə iş üsulları da BİBÖ, refleksiya deyirik biz buna, BİBÖ və 3-2-1. Vasitə olaraq şəxsi jurnal, cümlə kökü, çıxış bileti, müsahibə, müzakirədən də istifadə edilir. Qiymətləndirmədən demişkən, həmçində vurğulayım sizə ki, birdən sizə sual verilsə ki, ümumiyyətlə qiymətləndirmədən şagird narazı qalarsa, yenidən qiymətləndirməsini tələb edərsə, bu zaman nə edirsiniz? Siz bildirəcəksiniz ki, zaten mən çalışıram ki, qiymətləndirmək üçün hazırladığım o tapşırıqları sinifin potensial səviyyəsinə uyğun hazırlayım. Yəni ki, mənim şagirdlərimin hər birinin potensial səviyyəsi burada nəzərə alınsın. Nəyə görə? Biz təlimdə bərabər imkanlarda nə deyirdik? Bütün sinifə müxtəlif çətinlik dərəcəsi olan tapşırıq. Yəni 20 sualdırsa 100 ballıq şkala üzrə nə deyirik? Asan, orta, çətin, ən çətin suallar hazırlayırıq 4 istiqamətdə və nə edirik? Şagirdlərimizin hər birinin qiymət alması üçün şərait yaradırıq. Yox, əgər yenə də şagird nəsə öz qiymətindən narazı qalarsa, biz bu zaman qiymətləndirmənin yenidən təşkil edilməsi üçün şərait yaradacağıq və əgər razıdırsa, bunu şifahi şəkildə də həyata keçirmək olar.
Yəni müəllimlər, qiymətləndirmə çox vacib bir mövzudur və siz diqqət etməlisiniz ki, mütləq şəkildə qiymətləndirmə zamanı şagirdə meyarlar. Biz dərsin əvvəlində nə edirik? Təlim nəticəsini şagirdlərə elan edirik. Təlim nəticəsində nə verilibsə, ona uyğun şəkildə meyarlarımızı təşkil edirik. Meyarlar da təşkil edilibsə, həmin meyarlara əsasən nə edirik biz şagirdlərimiz üçün? Rəy təşkil edirik, rəylər hazırlayırıq. Onların fəaliyyətini gördükdən sonra artıq biz onlara rəy şəklində bunu bildirməliyik. Və yadda saxlayın, bayaq dedik meyarları başa düşdünüz. Amma keyfiyyət səviyyəsi nədir? Keyfiyyət səviyyəsi də 4 istiqamətdədir. Çox yaxşı, yaxşı, kafi, qeyri-kafi. Çox yaxşı, super, əla səviyyədədir. Yaxşı, müəyyən qədər səhvlər etsə də bunu yerinə yetirə bilib. Kafi deyəndə deyirik ki, kafi nədir? Səhvlərə yol verir, amma daim də cəhd göstərir. Kiminsə köməkliyi ilənsə olsa edir. Bəzən onu deyirlər müəllimin köməkliyi ilə olmaz, amma yox, metodik vəsaitlərdə bu belə öz əksini tapır. Amma çox zaman şagirdlər bir-birinə kömək etməsi daha gözəl olar. O ki qaldı müəllimlər qeyri-kafidə, orada heç nə bilmir deyə bir şey yaza bilmərik biz. Biz qeyri-kafidə deyirik ki, cəhd göstərir, səhvlər etməyinə baxmayaraq daim üzərində işləyir. Yəni bizim sinifimizdə zəif, ümumiyyətlə heç bir şey belə deyək də bacarığa sahib olmayan bir şagird varsa, bunun təqsiri kimdədir? Biz müəllimlərdədir. Onun üçün də çalışın. Məsələn, bax bir nümunə də deyim. Qeyri-kafidə sözləri sadalayır. Kafidə söz birləşmələri qurur. Yaxşıda nə edir? Cümlə qurur. Çox yaxşıda mətn hazırlayır. Yəqin ki, mənim bu sadaladıqlarımı tamamilə səviyyələr üzrə anladınız. İnşallah ki, gələn izahlarımızda da yenə bunları nəzərə alacağım. Biz bu bacarıqları sadalayırıq, amma demək olar ki, hələ 5%-ni belə təqdim etmiş deyilik. Ona görə də çalışıram izahlarımız müsahibəyə qədər davamlı olacaq. Ödənişsiz qrupda hər bazar günü, iyulun 1-dən sonra hər bazar günü dərsimiz təşkil ediləcək saat 8-də. Həftədə bir dəfə ödənişsiz dərs keçilir. Ödənişli dərslərə isə müəllimlər aksiya təşkil edilib, 20 azayındır. Artıq 3-cü qrupumuz belə də olmaq üzrədir. İstəsəniz buyurub qoşula bilərsiniz, aksiyadan yararlanın və həmçinin də bildirim sizə ki, ödənişli dərslər həm əyani, həm də onlayn şəkildə keçirilir. Əyani olaraq da dərslərlə maraqlanmaq istəyirsinizsə, Bakı şəhəri üzrə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz. Həmçinin də fərdi olaraq dərslərimiz təşkil edilir ki, Rus sektoru müəllimləri müraciət edib hazırlaşa bilərlər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımızı paylaşın, abunə olun, rəylərinizi gözləyirəm.